Hər vaxtınız xeyir olsun, dəyərli Empati TV izləyiciləri. Qadın Saatı proqramındayıq və hər zaman qeyd edirəm qürurla, proqramımızda biri-birindən dəyərli, işinin peşəkarı, mütəxəssis xanımlar əyləşir və o xanımlarla cəmiyyətin ən yaralı mövzularına toxunuruq. Elə bu gün də studiyamızda həmin xanımlardan biri əyləşib, Aygün Məmmədli. Aygün xanım World Karyera və Peşə Mərkəzinin rəhbəridir. Aygün xanım, xoş gəlmisiniz studiyamıza. Xoş gördük sizi. Dəvət etdiyiniz üçün təşəkkür edirəm. Aygün xanım, sevərək dəvət etmişəm, çünki sizinlə danışacağımız mövzular çoxdur və bilirəm ki, bu cəmiyyət üçün çox əmək sərf edən xanımlardan birisiz və bu yolda çiyin-çiyinə getdiyimizin də fərqindəyəm. Sadəcə birimiz media, digərimiz təhsil və cəmiyyət sahəsindəyik. Öncə sizə belə deyim, fürsət yaradım, izləyicilərinizlə salamlaşın. Bilirəm ki, sizi sevən müəyyən qədər kütlə var, o zaman söz sizdə. O zaman mən də məhz məni sevənlərə səslənərək onları salamlayıram bir daha və 2013-dən rəsmi şəkildə təhsil sektorundayım. Özüm universitet illərindən ictimai fəal şəxsəm, universitet illərindən bir çox birliklərin üzvü olmuşam, könüllüsü olmuşam, amma 2013-dən rəsmi olaraq öz işimi qurmuşam və artıq 12 ildən artıqdır ki, təhsil sektorundayam. Bu təhsil işini davam etdirərkən təhsil işində son 5 ilimi maariflənmə işinə həsr eləmişəm. Amma həm bu illərdə həm özüm maariflənirəm, həm də maarifləndirirəm. Çünki öyrənmədən öyrətmək mümkün olmur. Elə sizin də dediyinizdən belə yana çıxaq və izləyicilərə də ətraflı məlumat verim ki, bu gün danışırıq maarifləndirmə işində qadınların rolundan. Məlum məsələ, maarifləndirmə işini çoxları görür, amma son dönəmlərdə Aygün xanım daha çox qadınlar məşğuldur maarifləndirmə işi ilə. Amma ortada bir çizgi var ki, onu sizdən soruşmaq istəyirəm. Bəzən qadınlar bu işə qol çırmalayıb girəndə qarışdırırlar müəyyən şeyləri, hansı şeyləri siz daha yaxşı bilirsiniz. İndi gedişatda təbii ki, danışacağıq bu barədə. Sizə konkret sual ünvanlayacağam. Bir qadın maarifləndirmə işini görəndə öz reklamı və cəmiyyəti dəyişmə arasındakı o tarazlığı necə qorumalıdır? İlk olaraq psixolojik cəhətdən yanaşsaq, bir insan kimisə dəyişməyə, kimisə maarifləndirməyə çalışırsa, bu deməkdir ki, o insan özünü dəyişməyə, özünü maarifləndirməyə çalışır. Əslində özünü inkişaf elətdirməyə çalışır və bunu toplu şəkildə eləyərək özünə bir dayaq tapır. Burada iki istiqamət var. Bəzən xanımlar burada bir ego problemi yaşayır. Bəzən öz reklamını, özünü daha çox önə çəkərək gördüyü işləri kölgədə qoyur və faydalılığını azaldır. Bəziləri isə gördüyü işləri önə gətirir, faydalı olmağa daha çox çalışarkən, əslində özünü də ikinci plana salaraq orada da bir səhvə yol verir. Burada bir orta tarazlığı tapmaq lazımdır ki, yeri gələndə işini, yeri gələndə özünü önə çəkərək, gördüyün işin faydalılığını əksiltmədən buna davam etmək lazımdır və bu işdə davamlı olmaq lazımdır. Elə yer var ki, məsələn, mən özüm də elə yer var ki, bəzən böyüklərimizin yanında, məndən daha qat-qat təcrübəli şəxslərin yanında əlbəttə ki, təvəzzökarlığımı, sadəliyimi qoruyub saxlayıram. Amma elə mühitlər var ki, mən görəndə ki, kimsə məndən az bilir, çox bilirmiş kimi özünü göstərəndə və yaxud yanımdakı şəxsləri ictimaiyyəti yanlış yönləndirməyə çalışarkən, mən də artıq təvəzzökarlığımı bir kənara qoyub, özüm haqqında və gördüyüm işlər haqqında ictimaiyyəti və ətrafımdakılara daha çox maarifləndirməyə, daha çox məlumat verməyə can atıram. Əslində burada qızıl ortanı qorumaq lazımdır. Bugün Qızıl orta çox maraqlı oldu ki, hansıdır o qızıl orta? Qızıl Bunu orta çıxardaq, bəlkə də elə yəni daha önə çıxardaq demək istəyirəm. Çünki bilirəm ki, izləyənlər üçün də maraqlıdır. Nə cür qorumaq lazımdır o qızıl ortanı və xüsusi vurğulayaq ki, bu gün o yarım yapalaq tədbir təşkil edənlər də əslində necə olmalıdır onu bilsinlər. Çünki hazırda biz maarifləndiririk. Elə maarifləndiririk deyəndə və cəmiyyəti maarifləndiririk deyəndə o cəmiyyətin kimdən ibarət olduğunu heç özümüz də bəzən fikirləşmirik. Amma o cəmiyyət elə bizim özümüzdən başlayır. Biz evimizin içini, özümüzü, siz bayaq qeyd etdiniz, daxili dünyamızı maarifləndirəriksə,
daha tez nəticə əldə edərik və onu istəyirəm sizdən. Nəyə diqqət etməliyik və o qızıl orta dediyiniz nədir? Qızıl orta dediyim əslində insanın özü ilə barışıq bir olmasıdır, amma buna görə də insan özünü yetişkin hala gətirməlidir. Və o dediyiniz tədbir təşkilatçıları, bilirsiniz, məsələn, mən tədbir təşkil eləyirəm, tədbirdə gəlir iştirak eləyir, ümumi fonu görür. Hı hı. Amma tədbirə 2 ay əvvəl necə hazırlaşdığımı, ümumiyyətlə bu tədbiri nəyə görə elədiyimi bilmir və mənim elədiyim tədbiri o da eləyir. Amma halbuki mənim məqsədimi bilsə, bəlkə də o tədbiri o özü eləməz. Gör götür dünyasını qarışdırıblar da burdakı gör O götür, amma siz görür, amma demiş götürə arkada nə baş bilmir. verir? Görür, amma götürə bilmir və yaxud götürməyə gücü çatmır. Bəli. Məsələn, mən hansısa bir geyimi geymişəm, hansısa bir tədbiri təşkil eləmişəm. Məsələn, burada gəlib bu studiyada sizə müsahibə və danışıram. O da bunu istəyəcək, amma bilmir mən hansı məqsədlə bunu edirəm. Yenə deyirəm, bəlkə məqsədimi bilsə eləməz. Nəyisə copy paste etməkdənsə, yaxşı olar ki, biz kreativliyimizi inkişaf eləyək. Nəsə bizim ağlımıza gəlsin və ağlımıza gələn ideyanı reallaşdırmağın arxasınca qaçaq. Məsələn, hər kəs forum eləyir deyə mən də forum eləyim bir şey yoxdur. Hər kəs tutaq ki, xaricdə təhsil alır deyə mən də xaricdə təhsil alım deyə bir şey yoxdur. Yəni öz istəyin, öz bacarığın, öz içindən nə gəlirsə onu eləmək lazımdır. Aygün xanım, sizcə hiss olunurmu o səmimilik və ya qeyri-səmimilik tədbirdə? Tədbir əsnasında, gedişatda, hiss etmə, yəni izləyici və ya tədbir iştirakçısı hiss edirmi Aygün xanım və ya digər tədbir təşkilatçısı bu tədbiri etməkdə nə qədər səmimidir? Şəxsisini demirəm. Bəli. Tədbiri etməkdə nə qədər səmimidir? Ümumiyyətlə mən həmişə düzün deyirəm. O insan yalan danışır ki, düşündüklərinin dəyərsiz olduğunu bilir. Ona görə düşündüklərini demir, düşünmədiklərini deyir. Səmimiyyət belə bir şeydir ki, ən azından mən təhsil sektorunda fəaliyyət göstərirəmsə, öz işimdə də necə səmimi olmağım, ümumiyyətlə şəxsi həyatda da necə səmimi olmağım, işimi qurarkən də necə səmimi olmağım, forum təşkil edərkən necə səmimi olmağımı bir baxışda anlamaq mümkün deyil. Onun üçün uzun müddət izləmək, uzun müddət baxmaq, belə deyək də, bəzən səmimiyyət hiss olunurmu, olunmurmu, mən buna dəqiq cavab verə bilmərəm. Çünki hiss olunmadığını çox görmüşəm. Hiss olunduğunu az hiss etmişəm. Məncə bu bir intellekt məsələsidir, bu bir özünü dərk, özünü inkişaf məsələsidir. Amma məncə indiki dövrdə bizim ölkədə marketinqi və PR-ı gözəl olan öz fikirlərini səhv də olsa, düz də olsa daha rahat çatdırır və daha yaxşı özünü sevdirir. Bunu bacarırlar. Bunu bacarır. Amma çox professional səviyyədə səmimiyyətsizliyini professional səviyyədə idarə eləyənlər daha çox inandırıcı olur və istədiyi o ki, özündə yaratdığı o imicə özünü daha rahat inandırır. Yəni bu dəqiqə kimsə desə ki, xalqın gözü tərəzidir, onsuz da yaxşıdan pisi seçir. Məncə o tərəzi artıq elektrondur və yaxud süni intellektlə idarə olunur və mən bu sözdən razı deyiləm. Yəni məncə artıq xalqın gözü tərəzi deyil. Mənə elə gəlir. Adətən cəmiyyətin nəyə ehtiyacı olduğunu necə müəyyənləşdirirsiniz? Tutaq ki, Aygün xanım bir tədbirə hazırlaşır ki, bilirəm ki, qarşıda Bəli. hazırlaşdığınız bir neçə tədbir var. Öncədən uğurlar arzulayıram. Necə müəyyən etmək lazımdır? Əslində bu özü də gəlir bu səmimiyyət məsələsinə ki, mən bir tədbir edirəm. Bəzən görmüşəm ki, tədbir edəndə deyirlər ki, daha çox özünüzü vurğulayın. Yəni niyə empati orada çox görünmədi? Niyə onu çox qoymadınız? Niyə daha çox öz çıxışına yer vermədin? Sən niyə spikerləri daha çox önə verirsən, sən yoxsan? Amma unudurlar siz demişkən mənim məqsədimin nə olduğunu. Və ya mən öncədən necə müəyyənləşdirdiyimi. Aygün xanım bəs necə müəyyənləşdirir ki, mən tədbir keçirdəcəm, amma mən bu tədbirin mövzusunu nəyə əsasən seçim? Bəli. Mən özüm iqtisadçıyam, İqtisad Universiteti məzunuyam və iqtisadiyyatda tələb təklif deyilən böyük bir belə deyim, nəzəriyyə var, hansı ki, bütün iqtisadiyyatı əhatə eləyir. Və biz tədbir, forum, seminar, xanımlar üçün maarifləndirici tədbir təşkil eləyərkən hal-hazırda mövcud tələbatı nəzərə alırıq. Yəni ki, insanların hal-hazırda nəyi eşitməyə, hansı sahədə maariflənməyə və hansı sahədə aydınlanmağa ehtiyacı var.
Məsələn, 12 oktyabrda biz təhsildəsən 5 eləyirik. 5-ci dəfə artıq təhsil forumunu həyata keçirdirik. Bunu biz 5-ci dəfədə artıq eləyirik. O demək deyil hər kəs 5 dəfə, 10 dəfə, 15 dəfə eləməlidir. Çünki bəzən baxıram, ilk dəfə tədbir keçirilir, yazır ki, filan tədbir, yanına qoy birincisi. Yəni sən nə bilirsən ki, bunu ikinci, üçüncü dəfə eləyəcəksən. İkinci dəfə eləyərkən artıq bilinir ki, bir dəfə eləmişəm, ikincisini eləyəcəm. Və yaxud bu bir tutaq ki, dövlət sifarişli bir layihə deyilsə, silsiləvi olması nəzərdə tutulmursa, kommersiya təşkilatı olaraq eləyirsənsə, bunun silsiləvi olacağını necə müəyyənləşdirmisən? Yəni bilirsiniz, burada yenə deyirəm, görüntü var, görünüş var, hardasa görüb birinci, ikinci, ona da elə gəlir ki, bu birinci, ikinci olmalı. Bəlkə elə şey var ki, sadəcə bir dəfə olmalıdır. Bu təhsildəsən mövzusunun əsas mövzuu təhsil işçilərinin networkingini qurmaq, bir-birimizdən öyrənmək, türklər demiş, bilmədiyimiz açıq yerlərimizi qapamaq və aktual olan mövzuları müzakirə eləyə-eləyə bir-birimizin beynində aydınlanma yaratmaq, təcrübələrimizi bir-birimizdən bölüşməkdir. Burada ola bilər bir nəfərin 25 yaşı var, xarici bir təcrübəsi var, bir nəfərin də 50 yaşı var, 30 illik bir təcrübəsi var Azərbaycanda. Onları görüşdürməkdir. Və burada da rəsmi dövlət qurumu nümayəndələrinin ona görə iştirakını biz təmin edirik ki, onlar görsün ki, özəl sektorda inkişaf var, irəliləyiş var. Onların bəzilərinin gözdən saldığı nüanslar hər yerdə yoxdur. Yəni özəl sektorda inkişaf eləyir, təhsilin hərəkət verici qüvvələrindən biridir. Təhsildəsən əsas məqsədi odur. Təhsil işçiləri üçün nəzərdə tutulub, bağça, məktəb, lisey müəllimləri, pedaqoqlar, psixoloqlar üçün nəzərdə tutulmuş bir tədbirdir. Spiker olaraq da özünə güvənən, ideyasını paylaşmaq istəyən, hansı bir mövzuya yanan, bizim spikerlər var, hansı bir mövzuya yanır həmişə ki, bu yanığı var içində, Bəli də, canı yanır. çatdırmaq istəyir fikrini və o səhnədə çıxış eləyərkən başa düşürəm ki, o mövzu onun üçün o qədər həssas mövzudur. Onu hamı ilə paylaşıb, onu ortadan qaldırmaq istəyir və orada gəlib çatacaq günün birində. Ola bilər təhsildəsən 5-də yox, bəlkə də təhsildəsən 10-a qədər həll edəcək. Və hər bir forumumuzun devizi var. Bir dəfə kreativsən, təhsildə kreativsən. Bir dəfə oldu təhsildə innovativsən. Bu dəfəki mövzu təhsildə dəyərlisən. Çünki təhsil işçisi dəyərləri uşaqlara ötürən ilk, belə deyim də, peşəyə sahib şəxsdir. Uşaq vaxtından dəyərləri ötürən, dəyərləri formalaşdıran şəxs təhsil işçisidir. Təhsildə dəyərlisən, həm dəyər formalaşdırırsan, həm də axı təhsil işçisi olaraq özün də dəyərlisən, öz dəyərini hiss et. Bizdə təhsil işçiləri çox təvazökardır. Mən nə qədər müəllimi ikna etmişəm səhnəyə çıxması üçün. Həmişə də deyirəm ki, səhnədə həmişə müğənnidən, aktyordan çox səhnəyə müəllim yaraşır. Çünki Eyni. müəllim dəyəri təbliğ eləyir, fikri təbliğ eləyir, inkişafı, maariflənməyi təbliğ eləyir. Həmişə mən müəllimlərin çoxunu ikna edib səhnəyə Bizdə çıxartmışam. həmişə lazımlı adamlar kadr arxası qalır. Bax o Bəli, şəkildə bəli. təvazökarlıq ucbatınla, amma heç çıxarılması gərəkməyən adamlarsa hər zaman səhnədədir və cəmiyyətdə Əslində zorla biz onlar da onu bir cəmiyyətə istedaddır. O göstəririk. proseslər məni əsəbləşdirmir. Yəni o da bir istedaddır. Hı. Bəlkə də onlardan da çox şey öyrənməliyik. Məsələn, mən çox şey öyrənirəm. Yəni bu qədər biliyi, kapasitesi olana, amma bu qədər göstərən insana mən marketinq, PR strategiya öyrənə bilərəm. Öyrənmək deyil, nəticə çıxarırsınız Yəni deyə düşünürəm. nəticə çıxara bilərəm Çünki ki, onlardan məndə bu öyrənəcəyimiz boydadır, bu qədər göstərirəm, onda bu qədərdir, bu qədər göstərir. Məndə nə yoxdur ki, onu ictimaiyyət daha çox tanıdı, daha çox sevdi, amma mən özümü göstərə bilmədim. Görəsən hansı bacarığımı mən inkişaf elətdirməliyəm? Yəni əslində mənə görə pis bir şey yoxdur. Mən hər şeyi özüm üçün faydalı eləyə bilərəm. Gəldik, o dediniz necə müəyyənləşdirirsiniz də? Təhsildəsən formunu bu cür müəyyənləşdirdik. İndi biz son 3 ildir xanımlar üçün maarifləndirici tədbirlər həyata keçirdirik. Niyə maarifləndirici tədbirlər həyata keçirdirik xanımlar üçün? Bu bizə nəyə lazım, nəyə görə eləyirik? Ona görə eləyirik ki, birinci maariflənmə işi təhsil sektorunun işidir. Bu gün maariflənmə işi ilə çox şəxslər məşğuldur. Məsələn, istənilən ixtisas sahibi maariflənmə işi ilə məşğuldur bu gün. Bəli. Amma maariflənmə işi, yəni maarif sözü təhsilə dayalı bir şeydir və bu işlə təhsil sahəsində çalışan şəxs məşğul olanda daha faydalı, daha düzgün yönləndirilmiş olur. Ona görə də biz zaten xanımları indiyənə kimi son 3 ildə müxtəlif seminar, tədbir, müxtəlif alış-veriş mərkəzlərində açıq tipli tədbirlərimiz olub, maarifləndirmişik. Bu dəfə düşündük böyük bir tədbir eləyək. 25 oktyabrda Nizami Kino Mərkəzində Yeni Sən adlı bir tədbir eləyək.
Bizdə Aha. bütün tədbirlərimizin adında sən var. Gələcəksən, təhsildəsən, yenisən. Çünki bütün sənlərə səslənirik. O sənlərdə içindəki mənlərə Biraz səslənir. manipulyativ addır, amma çox da gözəl Bəli, seçilmişdir. Əslində manipulyasiyadır ki, yəni yenisən, yenisən. yenilənmək Bəli, istəyirsənsə, bu yəni yenisən formula hansı xanım gələr? Yenilənmək istəyən, inkişaf istəyən, öyrənmək istəyən. 13 spiker, 13 mövzuda xanımlarımızla çalışacağıq. Həmin gün bir aydınlanma yaşadaq, maariflənmə yaşadaq. Həmin xanımlar həmin gün 2 və yaxud 3 mövzuda nəsə yeni bir şey eşitsin. Yeni bir istiqamət tapsın. Bilmədiyi bir mövzuda nəsə bir cümlə eşitsin. Biz demirik ki, biz 5-6 saat durmadan məlumat verəcəyik. Yox, zaten oradakı xanım harda özündə belə deyim, çatışmazlıq hiss etsə, onu qavrayacaq. təbii ki. Məsələn, səhnədə kimsə tutaq ki də, hansısa kursun idarə olunmasından danışsa, bəlkə də o mövzu mənə orta gələr. Çox böyük maraqla, həvəslə dinləmərəm, çünki zaten özüm bilirəm. Amma mənə aid olmayan, mənim yad olduğum, tutaq ki, kimsə nəsə bir incəsənətdən danışsa, incəsənət hansısa bir mövzusuna, mən ona acılıqla qulaq asaram, çünki o məndə yoxdur və onunla bağlı heç bir mövzunu bilmirəm. Ona görə 13 mövzu seçmişik ki, hər xanım özünə məxsus mövzu. Məsələn, sağlam qidalanmadan, dietologiyadan danışanda, məsələn, mən ona o qədər də fikir verməyə bilərəm o mövzuya. Amma elə xanım var ki, artıq çəkidən əziyyət çəkir, o pür diqqət 15 dəqiqə spikeri dinləyəcək. Yəni kimin nəyə ehtiyacı varsa onu dinləyəcək və əminəm ki, xanımlar əli dolu gedəcək. Həm məlumat baxımından, həm fiziki hədiyyələr baxımından. Bunu da etməkdə məqsədimiz odur ki, mən açıqlayım, proqram vasitəsilə, Bəli. sonra yəni bizdən sonra da xanımlar həvəslənəcək, görəcək, həvəslənəcək, onlar da maarifləndirici tədbir keçirdəcək. Siz Əsas işinizi səbəbi istəyirsiniz ki, öncədən öncədən deyəsiz ki, yəni əgər bunu hə, məqsədi təkrarlayacaqsınızsa doğru şəkildə edin. təkrarlayacaqsınızsa, baxıb təkrarlamaq yaxşı bir şeydir. Çünki kimsə sizə baxıb nəsə eləyirsə, siz lidersiz, cığır çizmisiniz, hər kəs öz cığırla gəlir. Bəli. O normaldır. Sadəcə məqsədimi açıqlayıram ki, bəlkə başqa xanım tədbir keçirsə, bəlkə məqsədlərimiz üst-üstə düşməsə, həmin xanım yəni mənə baxıb yanlış yollara sapmasın deyə, yanlışı dırnaq arası deyirəm də. İşimiz bizim maariflənmədir. Bizim əsas məqsədimiz maarifləndirməkdir. Niyə? Çünki biz təhsil sektorundayıq. İnsanlar bizi təhsil sektorunda və maariflənmə sektorunda daha geniş tanısın. Bu bizim marketinqimiz, PR strategiyamızdır ki, hər kəs maariflənmədən, təhsildən danışanda World Karyera və Peşə Mərkəzinin bu işdə peşəkar olduğunu bilsin. Məqsəd budur. Əgər hansısa bir xanım məqsədi bu deyilsə, yəni belə böyük tədbirə, belə böyük əziyyətə qatlaşmasına ehtiyac yoxdur. Yəni şəxsi PR-ını eləmək istəyirsə, o qədər böyük alət var ki, marketinqdə, şəxsi konsultasiyadan da faydalana bilər. Yəni Nə bu gözəl. qədər əziyyətə qatlanmasına ehtiyac yoxdur. Yəni bəzən elə bilirlər ki, kənardan baxanda həqiqətən də tədbir təşkil etmək çox asandır. Nədir ki, zalı doldurursan, zalı doldurursan, bu da ayrı bir dərddir. Özünüz də görmüsünüz, heç vaxt zalın dolması üçün çalışmıram, əlləşmirəm. Və bu özü bir göstəricidir. Əgər mən filan başlıqda bir tədbir edirəm və o gün o zal dolmursa, demək ki, hələ ki cəmiyyətin belə bir mövzuya ehtiyacı Ehtiyacı yoxdur. yoxdur. Tutoriyadır. Bəlkə Bəli. sənin mövzunu 50 nəfərə maraqlıdır. Sən niyə 250 nəfərlik zal Eynilə. seçirsən? Eynilə. Bəzən də təsirlə reklam arasındakı incə cizgi var ki, onu da unudurlar. Bax, bayaqdan çox gözəl deyirsiniz ki, biz təsir etmək istəyirik, dəyişmək istəyirik. Bu bir çabadır. Yəni müşahidəçi insanlar hər zaman problemi görürlər. Arada sual verirlər, ümumiyyətlə siz də eşidərsiniz də. Maarifləndirmə işlərini görənlərə deyirlər, işin gücün yoxdur. Yəni doğrudan ona verdiyin pulu get başqa şeyə ver Onların də. işi maarifləndirməkdir. Deyir, işin gücün yoxdur. Onların işi zaten maarifləndirmək. Bəli, bizi başa düşən dediyim odur ki, zaten bizi başa düşənlər azdır. İşinin adı nədir? Mən çox eşidirəm. İşinizin adı nədir? Deyirəm ki, heç nə danışırıq. Yəni onların başa düşdüyü dildə deyirəm. Heç nə elə belə danışırıq. Kimə də maraqlıdır qulaq asır. Yəni məyər bir mağaza açmısan, içində doldurmusan da satış mağazasıdır, bilmirəm, ərzaq mağazasıdır, geyim mağazasıdır. Məyər hamısı satılırmı? Yox. Kimə nə lazımdır, gəlir onu alır gedir. İstəyir onu hansısa blogerin əynində geyindir, paylaş. İstəyirsən hansısa ərzağı gətir, dolu-dolu stola düz. Amma bu gün mənə nə lazımdır, mən gedib marketdən onu alacağam. Eynilə sizin işinizdə, mənim işimdə odur ki, biz deyirik, kimə nə lazımdır onu götürəcək. Bəli, mən bu gün müşahidələrimdən görürəm ki, maarifləndirmə
işi adı altında burada maarifləndirmə işi getmir də. Sadəcə uğurlu qadın, çıxdı uğurlu qadın. Nəyə əsasən uğurlu qadın seçdik biz bunu? Nə etdi? Məyər hər iş quran xanım uğurlu qadındırmı? Bir baxmalı deyilikmi? Ən azından 3 il davam etdirə bildimi qurduğu işi? Ki mən onu bu gün cəmiyyətə uğurlu qadın adı altında təqdim edirəm. Və ya digər məsələlər. Yəni hardasa gəlirik bu missiyamızı unuduruq və təsir gücünü düşünmürük. Etdiyim şeyin nə qədər təsiri olacaq? İndi Aygün xanımdan istəyəcəm onu, bu artıq tədbir sahələrində puxtələşmiş biri kimi o incə çizgini necə qoruyaq? Təsir edəcəyikmi, etməyəcəyikmi? Bu təsiri düşünməliyikmi, düşünməməliyikmi? Yoxsa etdim də bu boyda tədbir, şəkillərim paylaşıldı, hamı gördü ki, mən tədbir etdim, alqışlandım, məsələ bitdi. Bununla mı yekunlaşaq? Belə deyək də, hər bir şəxsin tədbiri onun özünə oxşayır. Mən həmişə bu cümləni demişəm. Əgər təşkilatçı məsuliyyətlidirsə, tədbir də gözəl keçir. Amma məsuliyyətsiz bir təşkilatçının tədbiri də elə belə deyim, təşkilatçı öz həyatını necə idarə edirsə, karyerasını necə idarə edirsə, tədbirini də elə idarə edir. Yəni burada biz qınamırıq, pisləmirik. Sadəcə bəzən o insanlar da nə etdiyinin fərqində olmur. İnanın ki, qınayıram. İnanın ki, Siz pisləyirəm. qınayın. Niyə? Niyə Niyə qınayıram? qınamayım? Mən sizə deyim, bir sirr Siz niyə verim. qınamadığınızı deyin, mən də niyə qınadığımı deyim. Aha, Amma bir şəkildə çatdıraq ki, siz qınaq obyektisiniz. tamam. Mən hesab eləyirəm ki, bəzən kimisə qınamaq faydalı nəticə vermir. Yəni onlar da iş görsün, siz də iş görün. Zaten siz böyük iş görməklə, gördüyünüz işin masştabını eninə, uzununa, dərinə böyütməklə bu bazar iqtisadiyyatıdır. Zaten tarixmi deyim, bazarmı deyim, həmin o şəxsləri, professional olmayan şəxsləri bu rəqabət sistemində özü sıradan çıxardacaq. Zaten onlar sizə tab gətirə bilməyəcək. Ona görə o insanlarla belə deyim, məşğul olmaqdansa, onları qınamaq, enerjinizi ora ötürməkdənsə, enerjinizi öz işinizə qoya bilərsiniz. Böyüyə bilərsiniz, inkişaf eləyə bilərsiniz. Bazar iqtisadiyyatında rəqabət deyilən bir şey var. Rəqabətə tab gətirməyənlər özü bazardan rahat şəkildə çıxırlar. Birdən-birə yox olurlar zaten. Maarifləndirmə işi elə şeydir ki, burada bazar iqtisadiyyatı düşünülmür. Bilirsiniz, o insan ki, canı dildən girir ha, işin Bəli. içinə. Strategiya düşünülmür. Bazarda yerim nədir, necədir, gedişat necə olacaq düşünülmür. Sadəcə tutaq ki, siz təhsil tutaq ki deyil, yəni siz təhsil işindəsiz və məsələ odur sizin qurduğunuz iş belə öz Bəli. ixtisasınızdan yaranan bir işdir və bir də görürsüz ki, biri çıxır yanlış istiqamətləndirir. Məqsəd yenə də cəmiyyətdir. Bəli. Əgər mən siz dediniz ya bayaq ki, biz səhnəyə, o mövzuya ac olan adamı çıxardırıq, eləmi? Bundan yana-yana danışan adamı. Və bu gün də müəyyən iş sahələrində insanlar bəli, yana-yana bunu düzəltmək istəyən adamlar o işi qurmalıdır. Tutaq ki, mən cəmiyyəti dəyişmək istəyirəm və mən jurnalistəm, media yaratmışam. Tək-tək gedib deməyə gücüm yetməyəcək. Məlum məsələ, burdan danışırıq, eləmi? Eynilə siz də təhsil işində, amma təhsildən başı çıxmayan biri, media nümayəndəsi olmayıb, mediadan ümumiyyətlə maarifləndirmə işini bilməyən insanlar bu gün media qurub, medianın başında durur, idarə edir. Nə idarə edirsə? Bilmədiyimiz bir şeyi nə qədər idarə edə bilərik? Siz ora fokuslanırsınız ki, onsuz da nə qədər idarə edəcək ki, amma mənim odaqlandığım şey bilirsinizmi nədir? O Yanlış idarə etdiyi yönləndirəcək. müddətdə yönləndirdiyi yanlış olacaq. Mən bəli cəmiyyətin halına yanıram orada. Ay Allah, o bu sektorda 3 ilmi qalacaq, kimləri bərbad vəziyyətə qoyacaq, 2 ilmi qalacaq, lap 3 gündə qalsa, bu mənim üçün dərddir, mən dərdlənirəm. Yəni sizi bilmirəm, mən dərdlənirəm. Bu yəqin ki, şəxsi yanaşmalarımızdan Böyük irəli ehtimal, gəlir bəli, ki, bəli. mən belə deyim, yəni məni belə deyim də, səbirli insanam bu mövzuda. Dəyişə bilməyəcəyim bir mövzu deyil ki, bir şəraitə ya öyrəş, dəyişə bilmirsənsə ona öyrəş. Öyrəşmək istəmirsənsə dəyişə biləcək gücə malik ol. Yəni hal-hazırda da təhsil sektorunda da özü kitab oxumayan, amma kitab oxumağı təmsil eləyən şəxslər var.
Təhsil sektorunda ola bilər 1 il, 2 il reklamlar olsun, özünü göstərsin, amma görürəm ki, 1 ildən sonra, 2 ildən sonra onlar artıq bazarda yoxdur. O Mən müddət sualımı sizə ərzində düzdür, Hı hı. 3 aya ingilis dilini öyrədirəm deyib çox insanı kursa cəlb edib vaxtını və pulunu, israf edə bilər. Yaxud xaricdə təhsilə görə yanlış istiqamətlərə yönləndirə bilər. Bu artıq, belə baxanda, eee, onlara yönələn insanların da özünü maarifləndirilməsindən asılıdır. Yəni mən ona görə, insanları daha çox masştabla maarifləndirməyə davam eləyirəm ki, maariflənmiş insanlar seçim eləyərkən kimi seçdiklərinə diqqət eləsinlər. Əgər ki, mənim əlimdə ixtiyar yoxdur, tutaq ki, hər hansısa bir kurs açıb 1 il, 2 il işlədir, o kursla mübarizə aparmaq gücüm yoxdursa, mənim gücüm ona müraciət etmə potensialı olan şəxsləri maarifləndirməkdir ki, seçim eləyərkən lap yaxşı məni də seçməsinlər, amma onu da seçməsinlər, getsinlər dost dediyim kursları seçsinlər. Bunun, mübarizə üsullarında mən belə deyim, kəskin, sərt, neqativ ünsürlərdən istifadə etmirəm. Onu etməyi, özümə də yaraşdırmıram. Edə bilərəm, amma özümə yaraşdırmıram. Mən daha çox humanist, sülhsevər və səbirli insan olduğuma görə mən çox səbirlə, hansısa bir xaricdə təhsil şirkətinin və yaxud təhsil şirkətinin yüksəlib, reklamlara çoxlu pul xərcləyib, nəticə almayıb çökməsini çox böyük Eynilə. zövqlə izləyirəm. Bəli, eynilə. Və bundan enerji alıb öz işlərimə daha çox fokuslanıram. O zaman bu təsirlə reklam məsələsində qalanda siz dediniz ki, daha səbirli və təmkinli olaraq daha çox təsir etmək Bəli, olar, nəinki bəli. ucuz reklamlara qaçmaq. Yəni əsl maarifçinin, xilqətində neqativlik, dalaşmaq yoxdur. Bu, Bu hətta jurnalistlərin işi. bu hətta, biraz, nümunə götürsək, biraz bilmirəm dindən nümunə gətirməyim uyğun olarmı? Çünki maarifçilik təhsildən danışıramsa, mən ilk kitab olan Qurandan və oxu kəlməsindən burada yola çıxaraq mən bunu deyə bilərəm ki, orada da, hədislərdə, hekayələrdə zaten görünür ki, orada da, Məhəmməd peyğəmbər olana kimi peyğəmbərlik dövründə onun çox yolunu kəsib, çox sözlər deyirlər, amma o heç birisinə cavab qaytarmır. O nə deməkdir? O qazanacağına, qalib olacağına inanan ürəkdən inanan insanın səbridir, özünə əminliyidir. Yəni hər kəsə cavab vermək, hər kəslə mübarizə apararaq öz enerjini tükətməkdənsə, öz yoluna enerjini qoymaq daha faydalıdır. Əgər öz sahəmin professionalıyamsa ki, özümü elə zənn edirəm, əks halda mən heç ümumiyyətlə o işin altına girmərəm və bilirəm ki, mən jurnalistika sahəsində nəinki jurnalistika, yəni bütün medianı əhatə edə biləcək, yəni bütün mövzuları medianı əhatə edə biləcək dediyim, bu gün media deyəndə təkcə nə bilim YouTube kanalı və ya tək Instagram deyil, yəni bu qrup şəklində hamısını nəzərdə tuturam və medianın işi nədir, onu bilməyənlərə əslində əsəb keçirdirəm, amma məncə yavaş-yavaş dəyişərəm. Sizdən nə dediniz bayaq? Şəxsi konsultasiya keçərsiz mənə də. Mən onu bayaq forum təşkil eləmək istəyən, amma öz başına eləmək istəyənlərə məsləhət görürdüm ki, yəni əgər maariflənməklə bağlı bir iş quracaqsınızsa, bunu təhsil şirkəti ilə, təhsil işçisi ilə bərabər eləməlisiniz. Çünki maariflənmə işi təhsil sektorunun işidir. Yəni hər kəsin öz işi var da. Eynilə. Hər Yəni ola kəsin öz bilər işi var. çox möhtəşəm bir həkim olsun, çox savadlı həkim olsun, amma onun işi müalicə etməkdir, maarifləndirmək deyil. Əgər o hansısa bir mövzuda xəstəliklə bağlı həqiqətən insanları maarifləndirmək istəyirsə, ehtiyac duyursa, bunu bir təhsil işçisi ilə bərabər düzənləsə, yəni ki, təqdim eləsə daha maraqlı olar deyə düşünürəm. İstənilən sahəni cəmiyyətə təqdim etmək istəyiriksə və bu yöndə cəmiyyətin fikrini formalaşdırmaq istəyiriksə, burada deyirsiniz ki, bizə ən yaxın dost təhsil Təhsil işçisidir. işçisidir. Bəli. Bəli. Çox maraqlıdır və ümid edirəm ki, bunu nəzərə alacaqlar. Təhsildə sən forumunu Bəli. dediniz artıq 5-ci, eləmi? Beşincisi oldu. 5-cini keçirirsiniz. Buna sevinməliyik yoxsa üzülməliyik? Əslində təhsildə, yəni sanki düşünürəm, nədir məsələ? Tam sualımı verməyəcəm sizə, yarımçıq saxlayacağam. Niyə sual vermədiyimi bilirsiniz. Niyə daha dərinə getmədiyimi də bilirsiniz. Ruhdan salmaq istəmirəm insanları. Amma bu qədərmi ürək açıcı deyil təhsildə vəziyyət? Siz artıq 5-ci forumu keçirirsiniz. 10 milyonluq Azərbaycanda hər dəfə bir məkana 250, 300, 400 nəfər yığaraq
bunu təşkil eləyirik. Bu o deməkdir ki, çox insana, eyni anda çox insana çata bilmirik. Həm də ki, hər dəfə təhsildəsən formunun devizləri başqa olur. Hər dəfə müxtəlif mövzuları 5 il əvvəl, məsələn, 3 il əvvəl gündəmdəki mövzu bu gün artıq gündəmdə deyil. Hər il gündəmdəki mövzularımız dəyişir. Çünki bizim ölkə çox sürətlə inkişaf eləyir. Çox yeni tendensiyalar gəlir təhsil sektorumuza və bizim məktəblərə, liseylərə. Biz yeni, bütün bu mövzular yeni olduğuna görə hər dəfə də yeni mövzuları müzakirə edib bütün mövzularda bir ayda inklüziv təhsil mövzusudur. Autizmə fərqli yanaşmalar, son 2 ildə daha fərqli yanaşmalar olur. Məsələn, disleksiya pozuntusu olan uşaqlarla işləmək, ümumiyyətlə ömür boyu təhsil, peşə təhsilinin önəmi son 3 ildə daha çox artıb. Yəni biz inkişaf etməkdə olan ölkə olduğumuza görə bizim gündəm mövzularımız daimi dəyişir. Avtomatik təhsildəki mövzular da daimi dəyişir. Biz 5 il tutaq ki, eyni mövzunu müzakirə eləmirik. Mən də sıxılaram eyni mövzunu müzakirə eləməkdən. Spikerlərimiz dəyişir, mövzular dəyişir. Bir spikerin 3 dəfə çıxışında 3 dənə fərqli mövzu da ola bilər. Gündən günə Problem dəyişir. üzərində maarifləndirmə işi etmirsiniz. Yəni bu tədbirlər problem üzərində deyil, Sırf maarifləndirmədir. bütün problemə yenə deyirəm, problemə köklənən bir insan deyiləm də. Bəli. Problemin faydalanmaq, problemindən aydınlanmaq üzrə Tutaq ki, təhsildə dəyərlisən dəyərlisən. dediniz. Bəli. O zaman burada aşkarlamısınız ki, təhsildə Dəyərlə bağlı dəyərsiz. problem var. Aha. Dəyərlə bağlı problem var. Çünki bu gün məktəblərdə, televiziyalarda müzakirə olunması, sosial şəbəkələrdə, məktəblərdən gözəl videolar qarşınıza çıxır. TikTokda, Instagramda uşaqların təhsillə deyil, başqa hansı istiqamətlərdə, mövzularda fəaliyyət göstərdiklərini daha görürük. Bu bizi kədərləndirir. Yəni ironik dedim biraz. Yəqin ki, hər kəs anlayar bunu. Yəni təhsildə kitab oxumaq, dərs oxumaqdan başqa məktəbə təhsilə və yaşlarına aidiyyatı olmayan bütün mövzularda istər TikTok çəkmək, musiqi qoymaq, istər ümumiyyətlə Trendlərə uymaq. indi səsləndirmək istəmədiyim, yaşlarına uyğun olmayan işlərlə məşğul olmaq və s. Bu gün məktəblərdə göstərir ki, bir boşluq var. Yəni uşaqların məktəbə dəyər vermir. İnsan dəyər verdiyi yerdə, özünü dəyər göstərdiyi yerdə o elədiklərini eləməz və müəllimlərdə də biraz müəllim nəzarətindən kənarda qalmaq var. Bundan əlavə də ailədən də gələn bir dəyər sistemində bir pozuntu var ki, valideyn uşağına tam başa sala bilmir. Sən hara gedirsən və nəyə görə gedirsən? Orada nəyi etmək olar, nəyi etmək olmaz. Məncə valideyn və müəllim olaraq burada dəyərləri uşaqlara aşılamaqda müəyyən bir yanlışlıqlarmı eləmişik? Bəlkə bizim sürətimiz uşaqların inkişaf sürəti ilə nəsillər arasındakı çox böyük fərq var. Bəlkə uşaqlar hər şeyi daha tez qavrayır, bəlkə onlara nəzarət etmək bizim üçün daha çətindir, bəlkə onların dillərində danışmırıq, özümüzü daha çox inkişaf elətdirməliyik ki, onlarla dost ola bilək, onlara bəzi şeyləri onların dili ilə, onların başa düşəcəyi sürətdə çatdıra bilək. Çünki onlar bizdən daha sürətlidirlər. Dediniz ki, sosial şəbəkələrin təhsilə böyük təsiri var. Tam olaraq hansı təsirdən danışırıq? Təhsil sisteminə zərərmi vurur, uşaqlarınmı tərbiyəsini pozur? Tam olaraq hansıdır? Son olaraq məsələn, müsbət tərəfləri danışım. Son 3 ildə tendensiyada nələr var? Təhsil Nazirliyi və Təhsil Nazirliyinin agentlikləri sosial şəbəkələrdə aktivdir və öz layihələrini, öz görüşlərini, öz forumlarını aktiv şəkildə sosial şəbəkələrdə yayırlar. Bunu valideynlər, müəllimlər izləyir. O deməkdir ki, xalqla birbaşa rahat ünsiyyətə giriblər. Bəli. Və son zamanlar müəllimlərimizin, pedaqoqlarımızın gündəlik müəllim kimi videoları, hətta tendensiyalı bir challenge deyirlər, challenge'ları çıxır. Müəllimə hədiyyə vermək var idi, şokolad vermək. Onları çox xoşladım ki, müəllimlər də hansı bir challenge-a qoşulurlar. Və müəllimlərin də öz vloqları var YouTube-da, öz Instagram səhifələrini müəllim kimi, amma şəxsi həyat yox, müəllim kimi idarə elə. Bu gün uşaqlara nəyi öyrətdim, neynədim? Müəllimlərin sayı artıb. Mən məqsədim əslində müəllimləri necə ki başqalarının bir turizm işi ilə məşğul olanın Instagramı necə turizmdən danışır. Mən də çox istəyirdim ki, müəllim də öz işi ilə danışsın və hal-hazırda belə müəllimlərin sayı çoxalır və buna çox sevinirəm ki, müəllimlər artıq özgüvən yaranıb, öz işini sərbəst şəkildə insanlarla bölüşürlər və bundan fəxr edirlər və insanlar da onları dəstəkləyir, paylaşır. Yəni bu mənim arzularıma çatmışam artıq. Evet.
Amma mənfi təsirlərdən, mənfi əslində sosial şəbəkənin təhsilə mənfi təsir elədiyinə inanmıram. Bu fərdi bir şeydir. Yəni ki, mən də sosial şəbəkədə çox şey görürəm. Mən onları tətbiq eləyirəmmi öz həyatımda? Yox. Bu bir fərdi bir şeydir. Əgər fərd şəxsi inkişafına diqqət eləməyibsə, yetərincə maariflənməyibsə, Instagramda, TikTokda gördüyü hər şeyi eləyəcək. Onlar neyləyir? Biz də onu eləyəcəyik. Düzdür, indi sosial şəbəkələr yaş həddinə görə Bəli, icazə vermir, amma başqa profillə, başqa anasının adı ilə, yaşı ilə, bəli, təvəllüdü ilə o qədər TikTokda daha çox deyək də olan uşaqlar bəli. var ki, əslində dediyim onlar idi. Onlara nə Uşaqlar, dərəcədə təsir edir? gənclər, özü özünə, belə deyək, pis şeyləri öz-özünə öyrənmirlər. Onlar hamısını böyüklərdən götürürlər, bizdən götürürlər. Yəni əgər hansısa bir, övladı olan xanım TikTokda, belə deyim də, ciddi olmayan videolar paylaşıbsa, jargon sözlərdən istifadə eləyibsə, uşaq da baxır ki, filankəsin anasının videosu var orda. Onun videosu var. O da böyük uşaqlar böyükdən öyrənir. O da ki, hə, orda elə eləyirsə böyüklər, mən də elə eləyə bilərəm. Çünki uşaqların niyyəti təmizdir. Onlar bilmirlər axı pis işlə Bəli, məşğul olduqlarını bilmirlər düzdür. və bizdən götürürlər. Yəni, uşaqları qınamaq böyüyə yaraşmaz uşaqları qınamaq. Onlar hər şeyi bizdən öyrənirlər. Biz özümüzü necə aparırıqsa evdə, sosial şəbəkədə, onlar da özünü elə aparırlar. Yəni, belə deyim də, adətən ana necə geyinir, necə danışır, özünü necə aparırsa, evdəki qızlar da elə aparır və ana öyrədir, ayıbdır, ayıb deyil, kişiyə hörməti, qarşı cinsə qarşı münasibəti həmişə anadan görür. Ana ilə tərbiyələnir və ətrafı ilə, məktəbdəki ətrafı ilə tərbiyələnir. Ona görə uşaqlar yanlış hərəkət eləyəndə onları danlamaqdansa, özümüzə çönüb baxmalı. Yəni uşaqları qınamaq böyüyə yaraşmaz deyə Təbii düşünürəm. ki, onlar dediklərimizə Və deyil, onlar da bunu kitabdan oxumur ki, nəsə bir yanlış hərəkəti kitabdan oxumurlar ki, görüb bizdən keçirirlər. görürlər. Eynilə. Düzdürmü? Yəni onu Yəni ona deyirdim görə ki, uşaqlar neynəməliyik? Yenə də eyni söhbətə qayıdırıq ki, maariflənməliyik. bəli, Maariflənmək üçün neynəməliyik? Ən yaxın müddətdə 25 oktyabr var. Yeni sən forumuna gəlib özümüz maariflənək. Bir də forum xanımlar üçündür yalnız. Yəni yeniyetmə yaşında olan, qızları ilə belə gələ bilər bütün analar. Çünki oradakı mövzular onlara da aiddir. Yəni 13-14 yaşını tamamlamış hər bir qızı ilə, yəni analar gələ bilər. Agah xanım, məlum məsələ hamımız tədbir edəndə, təbii ki, dediyim kimi də sözün əsl mənasında vicdanlı şəkildə tədbir edənlərdən gedir söhbət. Tədbir edəndə nəticəni mütləq öncədən gözləyirik də ki, fikirləşirik ki, biz bu tədbirə əziyyət çəkirik və filan nəticəni gözləyirik. Bu qadınlarla bağlı edəcəyiniz tədbirdə hansı nəticəni gözləyirsiniz? Tədbiri eləməkdə məqsədimizə uyğun olaraq xanımların daha əvvəl eşitmədikləri və yaxud eşidib daha dərin, daha geniş eşitmədikləri mövzuda maariflənməkdir. Bir onların beynində bu sahə ilə bağlı bir işıq yandırmaqdır. Əgər həmin xanım üçün həmin mövzu vacibdirsə, lazımdırsa, həmin xanım o mövzunu ardıcıl gedəcək tədbirdən sonra. Ola bilər spikerin ardıcıl, ola bilər elə özü araşdıracaq. Bəlkə bilmirəm, bu gün bəlkə YouTube'da, Google'da nəyisə araşdıran insanlar qalıbmı bilmirəm. Əlbəttə ki, qalıb. Çox az sayda olsa da Göstəricini var. biz görürük. Çünki bizdə axı YouTube kanalı olduğuna görə baxırıq hansı mövzu nə qədər baxılır. Axtarılır. Bəli. Yəni indi Instagram və ya digər platformalar kimi deyil də YouTube kanalı daha real Net izləyici nəticələr göstəricinə verir, bəli bəli. göstərir ki, nə Əgər qədər. hansısa bir xanımın həyatında axtardığı bir mövzuya onu çatdıracaqsa və yaxud özünə lazım olan nəyisə ilk dəfə o səhnədən eşidəcəksə, bu bir nüans belə olsa bizim üçün sevindirici bir haldır. Çünki gözləntimiz odur ki, xanımlarımız inkişaf eləsin, yenilənsin, gələcəyə hazır olsun. Bizim əvvəlki layihələrdə adımız Gələcəksən idi. Yəni həm xanım olaraq deyirəm, siz gələcəksiniz. Hara gələcəksiniz? Yeni dünyaya. Həm də gələcək sənsən. O demək istəyirəm. Necə incə düşünürsüz hər şeyi. Bəli. Mən həqiqətən də sizə o auditoriyaya, daha doğrusu, sizin qədər incə düşünüb və nəticə çıxaran, necə deyim, iştirakçı arzulayıram. Tək ki bu gözəl yolda hər zaman o nəticəsini görəsiz bütün işlərinizin. Mən bilirəm ki, sizin üçün bu etdiyim arzular elə nəticə görmək, yəni nəticə görərsinizsə o arzularınız Reallaşır. bəli reallaşacaq. Çünki gözləntiniz odur. Bu gün çünki dediyimiz kimi də bayaqdan da danışdığımız o idi ki, ancaq öz reklam düşünülür.
mən bu tədbiri edirəm, ilk dəfə mən edirəm və bu ilk dəfələrdə İlk sözü insanları bir də araşdırdınmı ki, buna ilk deyirsən? Və, bildiyim qədər bayaq da danışmışdıq, 2013-cü ildən bəli, fəaliyyət göstərirsiniz və mən sizin bütün fəaliyyətlərinizdə uğurlar çox arzulayıram sağ olun, bundan sonra da. təşəkkür edirəm. Məndən bu qədər. Danışmaq istədiyiniz başqa mövzu varsa, indi isə söz sizdə, sizdən alaq, danışıqlarınızı, yəni nə demək istəyirsiniz, buyura bilərsiniz. Mən həmişə hər kəsə özünü maarifləndirməyi arzulayıram ki, həmişə öz üzərlərində işləsinlər. Maariflənmək deyəndə mən kitab oxumağı nəzərdə tutmuram. Bəli, Bu geyimdə hər dəfə daha zövqlü geyinməyi, şəxsi baxımda hər dəfə daha keyfiyyətli baxmağı, sağlamlığa diqqət eləyəndə daha dərin, daha maariflənərək sağlamlığa diqqət eləməyə, yəni deyirlər ki, gündə 2 litr su iç, mən də içim, elə bir yox. bəli. Gedib məsələn yaxşı bir həkimlə məsləhətləşmək, məsələn sənin orqanizminə ümumiyyətlə 2 litr su bəlkə heç lazım deyil də. Yəni bunu özümüzü maarifləndirərək hər işimizdə həmişə yenilənməyi və daha da inkişaf etməyi arzulayıram hər kəsə. Yəni hamımız öz üzərimizdə işləsək və fikrimizi ona buna deyil, yalnız özümüzə yönləndirsək, məncə daha sakit bir həyatımız olar, özümüzü daha xoşbəxt hiss edərik, stressdən, əsəbdən daha uzaq olarıq. Bu da ki, məncə harmoniyalı bir həyat üçün vacib faktorlardan biridir. Təşəkkür edirəm. Mən sizə bir daha doğrudan da gördüyünüz işlər gözəldir, gördüyümüz işlər gözəldir. Bu yolda hər birimizə uğurlar arzulayıram. Təşəkkür Təkrar edirəm. görüşmək ümidi ilə. İzləyicilərlə elə sizin fikirlərinizdən yola çıxaraq sağollaşmaq istəyirəm. Dəyərli izləyicilər, dəyərli xanımlar və məlum məsələ bu mövzuların hamısı Qadın Saatı proqramında danışıldı və bütün qadınlara həqiqətən də daxili aləmləri ilə, gördükləri işlə, ümumiyyətlə düşüncəsi və sair hamısı bir yerdə harmoniyada olaraq yaşamağı arzulayıram. Özünüzə yaxşı baxın. Görüşmək ümidi ilə.